gördük bizim mətbəxə baxanlar, bizim mətbəxi izləyənlər. Hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə bir maraqlı şirniyyat növünü mən sizinlə bölüşmək istəyirəm. Hansı ki, dəfələrlə özüm bişirmişəm və istəyirəm sizə də təqdim edim. Xoşunuza gəlsə, siz də evinizdə hazırlayasınız. Bu şirniyyatın adı su pərisi, yəni rus dilində vadavoz. İndi bilmirəm, su pərisi düzdür, yoxsa suda gələn xəmir kimi. Bax, belə bir şirniyyatdır. Yəni, bu şirniyyatın özəlliyi ondan ibarətdir ki, bu şirniyyat, deməli, xəmir suyun içərisində gələcək, şişəcək, qalxacaq suyun üzərinə. Ondan sonra biz içliyi qoyub hazırlayacağıq. İndi başlayaq başdan. Bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə stəkan yarım un lazımdır. Stəkan yarım un. 2 xörək qaşığı şəkər tozu, hələ içliyi qalsın bu qıraqda, içliyi sonra deyəcəm. 1 yumurta, xəmirə gedən məhsullar, 1 yumurta, 1 çay qaşığı droş, maya, bir də hardasa bir 150 qram deməli margarin yağı. Margarin yağından mən istifadə edirəm. Biraz da duzdan istifadə edəcəyəm. Həmişəki kimi biz un ələyimizdən keçirdəcəyik. Mən sizə dedim ki, 1 stəkan yarım undan istifadə edirəm. Xəmirin hazırlanma gedişatında əgər mənə tələb olunarsa, yəni baxacam xəmirə, mən unu bir qədər də artıracam. Ola bilsin ki, 2 stəkan un olsun, yəni o gedişatdan asılıdır. Mən amma hələlik stəkan yarım un götürürəm və bunu ələyirəm. Baxın, belə. Un da əla növ un olmalıdır. Yəni, əla növ undan çıxan, deməli, bu şirniyyat daha gözəl alınır. Mən indi hələlik stəkan yarım un düzəltdirəcəm. Baxarıq sonra. Deməli, bunu ələdik. Bunu ələyəndən sonra çörkanın iri gözündən, deməli, yağımız margarin yağıdır. Bu yağı mən soyuducudan çıxartmışam və bunu çörkanın iri gözündən keçirdirəm. Deməli, yağı keçirtdim sürtkəcdən, yəni çörkadan. İndi isə bunu ovurmaq lazımdır. Yağla unu. Belə bir cins kütlə alınsın. Yəni, qarışsınlar bir-birlərinə. Bu bir qədər fərqlidir bunun xəmiri. Yəni, suda gəlməyinə görə. Mənə elə gəlir ki, sizə maraqlı olar. Axıra kimi izləsəniz, ola bilsin ki, evdə hazırladınız. İçliyi də qozla ibarətdir. Qozla şəkərdir, pesokdur. Mən, deməli, sizinlə hər dəfə öz bildiklərimi bölüşürəm və bu bölüşdüyüm vaxtlarda mənə bir qədər, deməli, suallar gəlir ki, yəni ki, əslində bu belə olmamalıdır. Mən sizə deyim ki, mən bunu öz bildiyim dərəcədə sizə təqdim edirəm. Yəni, özüm necə hazırlayıram, illərin sınağından keçmiş bu yeməklərdir, şirniyyatlardır ki, mən bunları sizinlə bölüşürəm. Yəni, əgər kimə deməli, bu maraqlı gəlirsə, hazırlaya bilər. Yəni, mənə hərdən orada sual deyirlər ki, məsəl üçün, bu ondan olmaz, əslində belə olar. Mən belə hazırlayıram. Yəni, mənim bu özəl reseptlərimdir. Bəlkə də ola bilər ki, bunun qaydası başqa cürədir. Tək bunun yox, ümumiyyətcə, əvvəl hazırladıqlarımın da. Amma mən belə hazırlayıram. Yəni, hazırlayıram, xoşa gəldiyinə görə qonaqlarımın, evdəki adamların, mən istəyirəm ki, sizə də təqdim edim və siz də hazırlayasınız. Əslində bunlar bir neçə il artıq evdar qadınların deməli, götürmək istədiyi şeylər deyil. Yəni bunlar yeni ailə quranlar, cavan nəsillər üçündür ki, yəni mən təqdim edirəm ki, onlar da istədikləri vaxt bişirə bilsinlər, öz ailələrini sevindirsinlər. Belə. Bunu qarışdırandan sonra bura 2 xörək qaşığı şəkər tozu, biraz da artıq verirəm. Xəmiri şirin sevirik. Bu belə. 1 çay qaşığı
drojdur, quru maya. Birazcana artıq olsun. Bir də duzdur. Biraz havallık üçün duzdur. Şimdi bunları qarışdıraq. Ve yumurtadır. Şimdi bundan biz çalışacağıq ki, xəmir düzəldək. Deməli, artıq xəmirimiz hazırdır. Gördüyünüz kimi, bax belə bir xəmir alınır. Möhkəm-möhkəm bunu belə sıxırsınız. Bax belə. Və biraz da kürə formasına salırıq. Dairə. Xəmir hazır olandan sonra mən artıq hazırlamışam. Bir qazanda belə bir su götürürük. Soyuq su. Soyuq suya və bu qazanın içərisinə bu xəmiri belə atırıq. Atdıq. Onun qapağını da örtürük. Örtürük. Baxın, gördünüz, suyun içərisində qaldı. Suyun içərisində bu xəmir gələndə artıq suyun üzərinə çıxacaqdır. Mən sizə göstərəcəm. Və ağzını bağlayırıq. Hardasa 2-3 saat bu deməli suyun içində qalmalıdır. Xəmir suyun içində qalmalıdır. Bu xəmir suyun içində qalana kimi mən vaxt aparmasın deyənə mən içliyi də sizə göstərim. İçliyi hazırlamışam. İçlik nədən ibarətdir? İçlik deməli 1 stəkan qozdur. Bir də yarım stəkan da şəkər tozudur. Qozu, bax bu çörkanın iri gözündən keçirtmişəm. Maşından keçirtməmişəm, qoz çəkən maşından. Çörkanın iri gözündən keçirtmişəm. Yarım stəkan, bax bu yarım stəkan, bu stəkanın yarısı ilə şəkər tozudur. Bir dənə də vanil qatmışam və qarışdırmışam. Hazır vəziyyətdədir. İndi onu düzəldəndə görəcəksiniz. Deməli, bizə hardasa 1-2 saat, 2 saat yarım, ola bilsin 3 saat vaxt lazımdır ki, o xəmir bəlkə də tez oldu, suda gəlsin və suyun üzərinə qalxsın. Artıq xəmirimiz gəlibdir. Deməli, xəmir gəlib. Biz bunu götürə bilərik. Götürüb bir quru dəsmalın üzərinə qoymaq lazımdır. Belə. Biraz suyu çəkilsin. Sizə qeyd edeyim ki, ümumiyyətcə, mən sizə dedim bayaqlarım ki, bir çay qaşığı droş döymək lazımdır. Əslində bunun mayasını bir qədər çox eləməlisin ki, xəmir tez gəlsin. Məsələn, mən gözlədim, 2 saata xəmir gəlmədi. 3 saat vaxt keçdi ki, xəmirin gəlməyinə. Amma əslində bunun mayasını çox eləyəndə, yəni 2 çay qaşığı etsəniz, onda sizin xəmiriniz 2 saat müddətinə gələcəkdir. Bunu belə qurulayandan sonra bu dəsmalı götürürük. Bunun altına biraz un səpirik. Belə. Bunu böləcəyik 4 yerə. Bax belə 4 yerə böldük. Şimdi ayrı-ayrı bunları üzərində işləyəcəyik. Deməli, bax belə əlinizdə. Burada oxlovdan istifadə etmək lazımdır. Ancaq əllə yaymaq lazımdır. Mən sizə qeyd elədim, içliyimiz nədən ibarətdir. İçliyimiz 1 stəkan qoz ləpəsidir. Bir də deməli yarım stəkan pesokdur. Vanilin tökmüşəm, ora əlavə etmişəm və salam. Öyle bir şey getməyibdi ona. Altına görə yaxşı-yaxşı unlamaq lazım. Vadavuz deyilən deməli şirniyyatımız. Biz duxovkanı da hazır qoymuşuq qızmağa. Yəni o da qızmaq vəziyyətindədir. Qızmalıdır. Duxovkanın üstünə yağ çəkməyə ehtiyac yoxdur. Ona görə ki, xəmirimiz yağlı xəmirdir. Bunun üzərinə hazır olandan sonra saxırını pudra
deməli tökəcəyik. Bax belə. Deməli, çox da nazik etmək lazım deyil. Normaldır belə vəziyyəti. Deməli, hər xəmirin içərisinə hardasa 2 xörək qaşığı içliyini bol edin. İçlik çox olanda dadlı olur. Deməli, bunları da belə bükürük. Əgər sizdə xəmir gördünüz ki, yəni 2 saat, 3 saat keçdi, xəmiriniz suyun üzərinə çıxmazsa, yəni narahat olmayın. Artıq o drojla olan xəmirdir, çıxardıb bişirə bilərsiniz. Qeyd elədiyim kimi, buna biraz vaxt lazımdır, gözləmək lazımdır. Yəni, tələsmək olmaz. O kəsik yerini görürsünüz, bükdüyümüz yeri alt edirik ki, yaraşıqlı görsənsin. Bir xəmirimiz hazır. Deməli, rulet. Buna həm rulet demək olar, həm indi baxarıq, görək, keks kimidir. Bu biri hazır. İndi o birisine başlayaq. Mən sizə keçən videolarda da demişdim ki, sizi maraqlandıran, sizi əgər hansısa bir şirniyyat növü maraqlandırırsa, buyurub mənə yaza bilərsiniz. Mən bacardığım qədər o şirniyyatdan sizə bişirib göstərməyə hazıram. Əksəriyyət şirniyyatlardan məlumatım var. Yəni, istəsəniz göstərə bilərəm əyani şəkildə. Çox dadlı bir şey olacaqdır. Yəni, bəlkə də sizə qıraqdan görsənəndə elə bilirsiniz ki, yəni, bu sadə bir şeydir. Düzdür, sadə olsa da fərqlidir, dadı da fərqlidir, özü də. Bunun əsas hissəsini gördüyünüz kimi yağ təşkil eləmişdir. Yağdır, undur. Əlavə bura elə bir şey qatmamışıq. Formanı el eləməlisiniz ki, elə bir ki, biraz ellips fason. Yəni, çox da yaymaq lazım deyil. Belə. İndi bunu da içinə içlik qoyaq. İçliyi də çörkadan keçirsəz yaxşı olar ki, onun içində biraz iri fasonda qalanda qəşəng bilinir. Üstünə yumurta çəkmirsiniz. Olmaz yumurta çəkmək. Belə bişəcək. Üstünə axırda baxıb görəcəksiniz. Saxırını pudra vuracağıq. Gördüyünüz kimi artıq biz bu ruletləri hazırladıq. İndi qoyacaq, duxovkamız isti vəziyyətdədir. 200 dərəcə temperaturda hardasa 15-20 dəqiqəyə bu hazır olacaqdır. Çıxardandan sonra üstünə şəkər pudrası tökəcəyik. Qoyaq pişsin duxovkada. Artıq badağozlarımız gördüyünüz kimi hazırdır. İndi bunların üzərini saxırını, şəkər tozu ilə, saxını pudra ilə belə bəzəyirik. Və indi mən kəsəcəm, sizə arasında göstərəcəm. Saxını pudranı soğuyandan sonra tökmək lazımdır. Soyutmaq lazımdır. Görünüşü görürsünüz, çox qəşəngdir. Dadı da yaxşı olmalıdır. Mən ruletin birini doğradım. Sizə göstərmək üçün. İçərisi bax bu cürədir. İçərisini görürsünüz. İyisi də çox, qoxusu çox gözəl gəlir. Baxın. Bax bu cürədir. O birisilər də elə bu cür olacaqdır. Əgər sizi maraqlandırırsa, bişirib siz də nuş edə bilərsiniz. Porsiyanı artırmaq da olar. Yəni mən az porsiyadan eləmişəm. Siz çoxlu porsiyadan onu 2 dəfə artıra bilərsiniz porsiyanı. Buyurun. Nuş olsun.